Bərdə Dövlət Yol Polis Bölməsi oktyabrın 4-də gecə saat 22:00-da reydə başlayıb. Təxminən 3 saata yaxın davam edən reyd zamanı xeyli sərxoş sürücü saxlanılıb. Amma bu yol polisi əməkdaşları üçün heç də asan başa gəlməyib. Sürücülər həm saxlanılarkən, həm də həkim müayinəsindən keçərkən polislərə müqavimət göstəriblər. Onun müvəqqəti işi olun içəri salıb ondan sonra. Hadi yaxşı lan, mühim mi? Telefonu deyirəm, telefonu yapırsan ki, Muhammed. Sen həkim müayinəsinə Hadi bir dakika. Beni aparıp öldürmek istiyorsun. Ne var? Seni adam da Saxlanılan sürücülərdən bəziləri polisin onu qanunsuz saxladığını deyiblər. Həkim müayinəsi zamanı içkili olduğu üzə çıxan sürücülər isə həkimləri polisin maraqlarına uyğun qərar verməkdə ittiham ediblər. P5 misiniz? Bez alkoqol, bəli. P5 misiniz? Pivə deyəndə yəni bez alkoqol. Biri var alkoqol, biri də var bez alkoqol. Hacı pivəsi. Sizi həkim müayinəsinə dəvət edirəm. Həkim müayinəsinə dəvət edəcək. Demirəm ki, piyləşmişəm biraz. Bu nə deyir? Ben işkili diyorsunuz, niye getirirsin? Ben ne bileyim nereye getir Allah'la kurban olurum. Göreceğim polis bir tane onlar, iki tane onlar, üç tane onlar. Sizi saxlatdılar. Eşmeli kıraktaydım ses suğa kanlıcı hakkı. Dağına düştü geldim beni. Vəliyev Elşən Xəliloğlu 1967-ci il təvəllüd Bərdə Hücacı Hacıbəyov küçəsi ev nömrə 20-də yaşayan fərdi sürücü Bərdə Dövlət Yol Polis tərəfindən Salmanov yoldaş tərəfindən gətirilibdir. Vətəndaşın ağzından spirtli içki iyi gəlir. Bərdə Dövlət Yol Polis Bölməsinin rəisi Cəmil Mirzəyevin sözlərinə görə, reyd zamanı polisin dayan əmrinə məhəl qoymayan sürücülər barəsində qanunvericiliyin tələblərinə uyğun şəkildə ciddi ölçü götürüləcək. Bərdə rayon ərazisində Dövlət Yol Polis əməkdaşları tərəfindən kütləvi informasiya vasitələrinə birlikdə reyd keçirilmişdir. Reydin əsas məqsədi texniki baxışda təqdim olunmayan nəqliyyat vasitələri, texniki cəhətdən nasaz nəqliyyat vasitələri, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edən sürücülərə qarşı mübarizəni gücləndirmək məqsədlə reyd keçirilmişdir. Sürücülərə qarşı deməli, onun avtomaşların dövlət nömrə nişanları tərəfimizdən aydınlaşdırılır, onları dəqiqləşdirilir və həmin sürücülər barəsində raportlar tərtib olunur. O sürücülər inzibati qayda məsuliyyəti cəlb olunur. Bölmə rəisi onu da vurğulayıb ki, sürücülərin narazılığına baxmayaraq polisin apardığı bu cür reydlər vətəndaşların istəklərinə uyğundur. Sərxoşluğa qarşı reyddə bir neçə sürücü aşkar olmuşdu ki, sərxoş vəziyyətdə avtomaşın idarə edirlər. Hal-hazırda indi gördüyünüz bu indiki müayinədə 2 sürücü var. Onun qabaqda tutulubdur. Sükan arxasında sərxoş sürücüyə qarşı öz mübarizəmizi davam etdiririk. Qeyd edək ki, saxlanılan avtomobillər içərisində görməni məhdudlaşdıran vasitələrdən istifadə edənlər, maşınlarının mühərriklərinə səsboğucu cihazlar quraşdıranlar da olub. Texniki baxışdan keçməyənlər isə çoxluq təşkil edib. Sürücülər bunu maddi imkansızlıqları ilə əlaqələndiriblər. Bərdə rayon Dövlət Polis Bölməsindən bildiriblər ki, başlanan reyd mütəmadi olaraq davam etdiriləcək.